Kızlar, umaç sarvası hazırlayıram. Burada yarım kilo undu. Yəni 4 stəkan yarım undu. Bunu bir stəkandan bir barmaq aşağı su ilə umac etmişəm. Sonra ələkdən keçirtmişəm. Xəlbirdən daha doğrusu. Belə qəşəng umac olubdu. Baxın. Şimdi bunu süfrənin üzərinə belə sərirəm. Tez-tez belə qarışdırıram ki, nəmliyi geçsin. 2-3 saat belə qalır. Və hətta axşam eləyib səhər də pişirmək olar. Belə sərif qoyursunuz. O quruyur biraz. Nəmliyi gedir. Ondan sonra yağda qovuracam inşallah. Kızlar, umacımızı tavaya əlavə eləyirəm. Bir 2-3 dəqiqə belə qovururam. Biraz tərkibində birazca xırçıltıq olsun deyə. Burada da kərə yağımızdır. Sonra yağı əlavə eləyəcəm. Sonda da şərbətimizi. İndi isə 2 stəkan ərinmiş yağı əlavə elədim. Şimdi bunu qızarana qədər qovuracam. Əlimi saxlamadan qovururam. Xanımlar, artıq halvamız hazırdır. Bu vəziyyətə gəldikdə şərbətini tökəndən sonra qarışdırıram. Buluya yenə də pişirirəm. Bu vəziyyətə gəldikdən sonra qazın altını söndürürəm. Və qabın ağzına qapağını qoyuram. Öz dəmində halva özünə gəlir. Bərkiyir, soyduqca bərkiyir. Olur ləzzətli halva. Allah hamınızın ehsanlarınızı qəbul eləsin. Tutduğunuz oruçları, qıldığınız namazları Allah qəbul etsin. Etdiyiniz duaları Allah Teala həyata keçirsin. Sağ olun əzizlərim.